Keyfiyyətli və keyfiyyətsiz ətir necə olur? Bu gördükləriniz praktik olaraq ətir notlarıdır. Keyfiyyətsiz ətir necə olur? Baxın, misal olaraq. Bu ətirdir. Bu ətir hamının sosialda bağıra-bağıra dediyi 5 manata, 10 dənəsi 50 manata, 3 manata, 2 manata olan ətirlərdən biridir. Keyfiyyətli ətir necə olur? Ona baxın. Bəli, bu tərkibi zəngin, gözəl, yayıcı, qalıcı ətir belə olur. Gördünüz, tərkibi daha zəngin. Yaxşı, gözəl ətirin tərkibi hər zaman belə zəngin olur. Ona görə də daha keyfiyyətli, daha gözəl ətir alır. Qiyməti 1 manat, 2 manat, 3 manat olan 50 millisi, 30 millisi o ətir deyil. O, sizə izah etdiyim kimi, bu və budur. Amma bunlar onun tərkibində yoxdur. Bundan daha gözəl izah ola bilməz.